Ölkə üzrə prezident təqaüdünə layiq görülən 102 tələbədən 36-sı Bakı Ali Neft Məktəbini seçib. 6 ildir ki, bu Ali neft təhsil, daha doğrusu ocağı prezident təqaüdçülərinin sayına görə liderdir. Buradakı hər bir gəncin uğurlu gələcəyə inamı var. Təhsil aldıqları universitet onlarda bu əminliyi yaradır. Bu il daha 36 prezident təqaüdçüsü öz yolunu Bakı Ali Neft Məktəbi ilə birləşdirib. Güclü elmi baza, parlaq zəkalı gənclər. Bu ikisinin vəhdəti imkan yaradır ki, burada gələcəyin liderləri, innovatorları, bir sözlə elm və texnologiyanın nəbzini tuta bilən mütəxəssislər formalaşsın. Burada gənclər dünyanın ən qabaqcıl universitetləri ilə eyni səviyyədə bilik qazanır. Bakı Ali Neft Məktəbi təkcə Azərbaycanın deyil, regionun ən nüfuzlu mühəndislik mərkəzidir. Universitet bizə həm keyfiyyətli təhsil verir, beynəlxalq standartlarda təhsil verir. Yalnızca akademik bilgilər yox, həmçinin praktiki bilgilər də tələbələrə çox gözəl bir şəkildə verirlər. Ən yüksək keçid balı buradadır, ona görə marağımı cəlb eləmişdi. Araşdıra həm də dediyim kimi qardaşım, sonra bəzi qohumlarım burada oxuduğuna görə belə məlumatım var idi. Ona görə bu universiteti seçmişəm ki, çünki bu universitetin mənə yüksək səviyyədə təhsil və eyni zamanda öz sahəmdə bilik və bacarıqlarımı maksimum səviyyədə inkişaf etdirmək imkanı yaradacağını düşünürəm. İstisnasız hər bir tələbə uğurlu karyera qurmaq imkanı qazanır. Həm də təkcə Azərbaycanın əmək bazarında deyil, qlobal bazarlarda da. Ümumilikdə 2500-ə yaxın gənc Bakı Ali Neft Məktəbinin tələbəsidir. Ali Neft Məktəbi mənim 9-cu sinifdən bəri xəyalımdır. Buraya gəlməyin təsadüfi deyil. Mən 9-cu sinifdən bəri buranı məqsədləyib imtahanlara hazırlaşmışam. Məncə burada təkcə nəzər bilik yox, həm də bizim iş həyatımızda lazım olacaq biliklər öyrədildiyinə görə seçmişəm. Tələbələr üçün yaradılmış gözəl şərait və keyfiyyətli təhsildir və həmçinin bu universitetə marağımı mənim bacım Dəniz Fərəzova mənə motivasiya vermişdir. Çünki o da burada 3-cü kurs kompüter mühəndisliyi tələbəsidir. 680 balla ikinci qrup üzrə Respublika birincisi olmuşam. Buraxılış imtahanında isə maksimum nəticə olan 300 bal toplamışam. Gələcəkdə öz işimdə peşəkar mütəxəssis olmağı planlayıram. Bakı Ali Neft Məktəbi 6 ildir ki, prezident təqaüdçülərinin sayına görə ölkə birincisidir. Birinci növbədə ali məktəbimiz müasir tədris proqramları əsasında ingilis dilli ali məktəb olaraq gənc və dinamik müəllimlərimizin əhatəsində təhsil alırlar. Akademik bir mühit var. Eyni zamanda tələbələrimiz ikinci kursdan başlayaraq sırf praktik təcrübəyə uyğun olaraq istehsalat təcrübələri keçirlər. Ali məktəbimizi tələbələr üçün cəlb edən ən böyük amillərdən biri əmək bazarında onlara böyük tələbatın olmasıdır. Bir sözlə, Azərbaycan neftinin işıqlandırdığı yolla bugün Bakı Ali Neft Məktəbinin tələbələri irəliləyir. Sədaqət Süleyman, Fəzail Kəmalov, AzTV Xəbər.